Benim işim günü gündən olur çetin. Ne ateş getirir insan özüyle cehenneme, ne de tesiri artır cahanda zulmetin. İnsanlar yaxşılaşıp tesir etmir vəsvəsə. Günah azalıb cehennem belə getsə dönəcək boş qəfəsə. Tez yığdı şeytanların dedi verin məsləhət. Şər düşübdür gücdən yaman çox çətindir vəziyyət. Şeytanlardan biri dedi tanrı yoxdur, din yalandı söyləyək. İblis dedi köhnə sözdü deyin başqa neyləyək. Müridlərindən biri edib yenə şeytanlıq. Dedi gəl bir yalan deyə inanandır insanlıq. Tanrı var peyğəmbərlər haqq amma yoxdur cəhənnəm. Əgər qorxu yoxdursa onda insana nə qəm, onda insana nə qəm, onda insana nə qəm. İblis bu məsləhəti də çox diqqətlə dinlədi. Özü ilə gər şeytanına baxıb belə söylədi. Sən insanın ürəyinə bir rahatlıq versən də, cəhənnəm soyuqdur əsla oyandırmaz desən də, insanların ruhunda var bir cənnət sevgisi. O sevginin gücü ilə pis olmaz heç birisi. Cənnət yenə bədləri ilə onları cəzb edəcək. Yaxşılıqlar edib insan behiştinə gedəcək. Bayaqdan bu söhbətlərə sakitcə qulaq asan, sözə başladı kənardan indi başqa bir şeytan. Dedi gəl inkar etməyək deyək hər şey doğrudur. Tanrı var peyğəmbərlər haqqdır, yolun sonu sorğudur. Cənnətdə cəhənnəmdə var kitablar düz deyirlər, amma bütün bunlar haqda həm də bir söz deyirlər. Tövbələri, duaları etmək üçün Allaha, gərək tələsməsin insan, ümid çoxdur sabaha. Təxirə sal ömr uzundur, nə vaxtsa düzələrsən. Sən də qoca tülkü kimi həccə gedib gələrsən. İblis baxdı güldü hiləgər şeytanına. Dedi tapdın sən çarəni bugündən, biz üstün gəldik Tanrının insanına. İnsanı yanıldım nədir bəs o gündən bugünə. Sonra bugün yox sabah vaxtım olacaq yenə. Deyə ömrü verir bir yel kimi heç edir. Əcəl gəlir bu dünyadan o əli boş köç edir.